Salam, bugünkü dersimizde hesabatların yaradılması ve verilenler bazasının baş pəncərəsinin obyektlər panelində açıyordu. Reports obyektini seçək. Hesabatın sehirbaz vasitəsilə yaradılması. İkinci, с помощью mastera vururuq, 2 dəfə çıqqıldadırıq. Bu zaman belə bir pəncərə açılır. Birinci addımda qitələr cədvəlindən qitənin adı, cədvəli seçirik. Qitələr cədvəlindən qitənin adı sahəsini, ölkələr cədvəlindən isə ölkənin adı, dövlət quruluşu və pul vahidini əlavə edirik. Sahələrini seçirik. Next düyməsini, Dale düyməsini vurub növbəti addıma keçirik. Verilənlərin təqdim olunma şəkli seçək. İlkin olaraq susqunluqla bizə qitələr üzrə qruplaşdırma şəkli təklif olunacaq. Ölkələr üzrə görünüşə də baxaq. Münasib olan növü seçib, növbəti addıma keçək. Burada verilənləri qruplaşdırmaq üçün əlavə səviyyə vermək olar, ancaq bundan istifadə etməyəcəyik. Növbəti addıma keçərik. Verilənləri ölkələrin adına görə çeşidlənməsini göstərək. Verilənlərin ölkənin adına görə çeşidlənməsini göstərib, Dale düyməsini vuraq. Belə bir pəncərə açılır. Hesabatın maketini seçək. Cədvəl maketini. Təklif olunan maketlər arasında fərqi görmək üçün müxtəlif maketlərlə bir neçə hesabat yaratmaq olar. Tabliçini seçdik. Növbəti addıma hesabatın tərtibat üsulunu keçək. Hesabatın tərtibat üsulunu seçək. Məsələn, mən ikinci üsulu seçmişəm, обычный və Dale düyməsini vururam və hesabata ad qoyuram. Qitələr və ölkələr üzrə hesabat adını verib finish düyməsini çıqqıldadırıq. Qitələr və ölkələr üzrə hesabat adını verib Готоvo düyməsini vururam. Belə bir hesabat alınır. Sehirbaz hesabatların yaradılması üçün səmərəli vasitə olsa da, bəzən alınmış hesabatın xarici görünüşü bizi qane etməyə bilər. Bütün sahələrin başlıqları tam görünməyə bilər. Bütün verilənləri tam əks olunmaya bilər. Sütunların başlıqları sahələrin adlarından ibarət olduğundan onlardakı sözlər bitişik yazılır. Belə hallarda hesabatı redaktə etmək zərurəti yaranır. Gələn dərsdə isə hesabatın redaktə olunmasına baxacağıq. Bugünkü dərsimiz bu qədər. Diqqət